üzərindəki bu 3-ün payı var. Siz də qoyursunuz. Və yaxud da kiməsə tikirsinizsə, istədi, istəmədi, bu 3-ün payını qoyursunuz. İstəsə tikirsiniz, istəməsə də boş buraxırsınız. Sonradan götürmək biraz çətin olur. İndi mən öyrətəcəm, lekanın üstündə çıxararsınız. Gəldik, bayaq dediyiniz ki, bizim çiynimiz hardadır? Deməli, çiyin nə qədər götürmüşdük? 12 sm, elə? 12 sm götürdük çiynimizi. Birinci arxanı çəkdiyim çin 2 sm düşürəm aşağı arxadan. Bunu da birləşdirirəm həmin o boynun xəttinə. Mərkəz xəttindən deyil, yandan içəri 12-dir. Çünki çiyin yandadır. Ayso, hə. Bu da oldu sənin boynun. Sonra gəldik çiyinin üstünə. 3 sm buradan düşürük aşağı. Bunu da birləşdiririk həmin bu kəsmə nöqtəsinə. Bu oldu bizim çiynimizin malisi. Bu da 3 burada standartdır. Əsas məsələyə qol dibinə. İndi mən sizə elə bir üsulu izah edəcəm ki, heç çetiyojla çəkmərik. Çünki çetiyojda orada bəzi çetiyojlarda 19 sm deyir düş aşağı. Qol dibini götür. Amma ki sizin ölçülərinizə belə baxıram ki 19 çox yəni qısa bir məsafədir. Qol oraya yerləşməz. Heç ondan götürməyək. Elə asan üsulla sizə deyim. Bax sinənin xəttini götürməmişik. Sinənin xəttindən 5 sm qalxın yuxarı. 5. Sonra bunu 30 durun qol dibinə. Düz şəkildə deməzdim. Elə bir ki əlinin davamı olaraq bunu. 5 sm normaldır. İndi baxırsan ölçüləri düz götürmüsənsə. Amma həmişə 5 sm getmir. O hissəsi də var.